Herkese salamlayıram. Bugün sizlerle elə bir salat resepti bölüşeceğim ki, yedikcə həm dadına doymayacaqsınız, həm də arıqlayacaqsınız. Bu salatı hazırlayıb mütləq dadına baxın. Sizi inandırım ki, hər gün olsa hər gün də yeyərəm. Sizi suyun səsiyle baş-başa qoyduqdan sonra davam edirəm. Sırayla tərəvəzləri doğramağa başlayıram. 1 ədəd xiyar, 1 balaca pomidor və 1 dəstə kah istifadə edirəm. İndi isə salatın ən sevdiyim yerinə gəlirik. Mən bu salatı bol soslu sevdiyimə görə qatığı çox istifadə etmişəm. Yox, əgər siz mənim kimi çox soslu olmağını istəmirsinizsə, o zaman biraz az istifadə edin. Qatığın üzərinə zövqə görə nar şarab, 1 çay qaşığı qırmızı istiot, biraz duz və 1 xörək qaşığı kətan toxumu əlavə edib qarışdırıram. Sosu hazırlayarkən 1 çay qaşığı qırmızı istiotdan istifadə edirəm. Əgər siz də mənim kimi acı yeməyi sevirsinizsə, o zaman 2 çay qaşığı istifadə edin. Çünki mən sosun içərisinə deyil də üzərinə də 1 çay qaşığına yaxın istiot dökmüşəm. Sosu da hazırladıktan sonra tərəvəzlərin üzərinə əlavə edib qarışdırıram. Və bildirmək istəyirəm ki, bu salata yarım limonu da suyunu sıxıb döksəz, çox dadlı olar. Mən limon qatmağı unutmuşam. Əgər siz sevirsinizsə, siz mənim kimi unutmayın. Sizlərə bildirmək istəyirəm ki, ilk dəfə idi ki, salata qatıq istifadə edirdim və çox sevdim. Əziz izləyicilər, videolarımın davamlı olmağını istəyirsinizsə, kanalıma abunə olmağı unutmayın. Abunə olun ki, növbəti paylaşacağım videoları qaçırtmayasınız. Kanalıma dəstək üçün videonu bəyənib yazsanız çox sevinərəm. Növbəti paylaşacağım videonun necə olmağını istəyirsiniz? Yeyib də kökələcəyimiz, yoxsa yeyib də arıqlayacağımız? Rəylərdə mütləq qeyd eləyin. Əgər arıqlaşmaq üçün də videolar istəyirsinizsə, sizləri də unutmayıb bol-bol çəkəcəm. Hazırlayacaq olan hər kəsə nuş olsun. Videomu sona qədər izlədiyiniz üçün təşəkkürlər.